Demək, deyil K-nın hansı qiymətində funksiyasının törəməsinin ən böyük qiyməti 22-yə bərabərdir. Demək, törəmənin ən böyük qiyməti 22-dir. Demək, birinci bunun işimiz bunun törəməsini tapmaq. Dedik ki, uşaqlar, bilək ki, funksiyada necə oldu? Buna bir qüvvət kimi baxacağıq. F(x) bərabərdir. 2 gələcək qarşıya olacaq. 10 vurulsun. Kosinus 3x minus 2. Bir də vurulsun. Kosinus 3x minus 2'nin törəməsi. Üstə gəl, K2'nin törəməsi nə edir? K. 19 da sabitlədir, törəməsi 0 alır. İndi biz təzədən bunun törəməsini tapalım. Bunun törəməsi eləyəcək. Mənfi sinus 3x minus 2. Bir də nə? 3x minus 2'nin törəməsi. Bu da 3x minus 2'nin törəməsi də 3 eləyəcək. Bunu yazıram yerinə. Demək, eşitdir x bərabərdir. Mənfi atıram qabalar, 3'ü də atıram qabalar. Eləcək mənfi 30. Kosinus 3x minus 2. Vurulsun sinus 3x minus 2. Bir də plus k. Burada sinus 2 alfanın düsturunu tətbiq edirlər. Bunu mənfi 15 vurulsun 2 kimi yazsam əgər 2 kosinus 3x minus 2, sinus 3x minus 2 nə verəcək bizə? Sinus 6x minus 4. Yəni sinus 2 alfanın düsturunu verəcək. Olacaq eşitdir x bərabərdir. Mənfi 15 sinus 6x minus 4 plus k. Bu ifadənin törəməsi bu elədə. Törəmənin ən böyük qiyməti 22 verir. K-nın hansı qiymətində bu 22 alınır? Onun üçün neyim? Sinusun ən böyük qiyməti 1'dir, ən kiçik qiyməti mənfidir. Amma uşaqlar, bu ifadədə sinus 1 alanda ən kiçik alacaq. Çünki qarşısı nədir? Mənfidir. Biz bunu böyütmək üçün sinusun mənfi 1 qiymətini vurub verməliyik ki, mənfi 15, mənfi 1'ə dəysin, neynəsin? Böyüsün, müsbət olsun. Bu olacaq, onda bunun ən böyük qiyməti 15 plus k olacaq, ən böyük qiyməti bərabərdir 22'ye. Onda buradan da k'nı tapırıq, 22 çıxılsın 15, 7. Demək, doğru cavab 7.